Evet, sual seçicilik. Bir dəfə çəkmişdim şimdi. Təzə variantını çəkirik təbii ki. Deyir, bu hansı əməliyyat sistemi ola bilər? F, SSS, F.S. Demək, 1-6 arası x qiymətləri ala bilər. Deyir, x-in qiymətində sizə rəqəm verəcək 1-6 arası hansı əməliyyat sistemi ola bilər? Daha doğrusu, x-dən nədir? S-in yerinə keçəcək simvollardır. MS-DOS qaydasına görə bura 8-dən kiçik bərabər olmalıdır. Burada file extension 3-dən kiçik bərabər olmalıdır. Bura baxırıq. Burada buranın uzunluğu nədir? 2 dənə f-imiz var, düzdür, üstəcə 3 dənə də s-imiz var. S-in yerinə də x simvol keçəcək. 3 vur x. Bu kiçikdir bərabərdir 8-dən olmalıdır. Bir tərəfdən də bu görə, yəni extensiona görə x kiçikdir bərabərdir 3-dən olmalıdır. Buranı həll eləyək tənikdə. 3x kiçikdir bərabərdir 6-dan olmalıdır. X kiçikdir bərabərdir 2-dən olmalıdır. X kiçikdir bərabərdir 3-dən olmalıdır. X kiçikdir bərabərdir 2-dən olmalıdır. Bunların kəsişməsi x kiçikdir bərabərdir 2-dən olmalıdır. Yəni cavab əgər x 2-dən kiçik bərabərdirsə, yəni 1-dən 2-dirsə, bura 8 simvol həddini aşmır. Çünki 2 olanda 2 dəfə 3 6 üstə gəlir ki 8 simvol olur. 1 olanda 5 simvol olur. S-in yerinə neçə simvol yazıla bilər ki, söhbət? 1-dən 2 olanda bu həm MS-DOS olur, həm də modern operating systems olur. Yəni Android, Linux, Windows və s. 3, 4, 5, 6 olanda bu MS-DOS ola bilmir. Çünki 8-3 qaydasını aşır. Olur modern operating system, yəni Android, Linux, Windows, MacOS, nə bilim, Harmonious yazmayın. Modern operating systemlər olur.